prezidenti Sərdar Bedirhəmmədovun Tbilisiyə səfəri bugündən başlayıb. Prezident sarayında onun rəsmi qarşılama mərasimi keçirilib. Gürcüstan və Türkmənistanın dövlət himləri səsləndirilib. Əvvəlcə prezidentlər arasında təkbətək görüş keçirilib. Daha sonra müzakirələr geniş tərkibdə davam etdirilib. Tərəflər əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi, investisiyaların təşviqi, energetika, nəqliyyat və logistika sahələrində əməkdaşlıq, eləcə də orta dəhlizin strateji potensialından daha səmərəli istifadə məsələlərinə xüsusi diqqət yetirilib. Görüşdə qeyd olunub ki, Avropa ilə Asiyanı birləşdirən əsas tranzit qovşaqlarından biri olan Gürcüstan tranzit istiqamətində əlaqələrin daha da dərinləşdirilməsində, o cümlədən Qara dəniz limanlarının və Anadolu dərin dəniz limanının gələcək imkanlarından istifadədə maraqlıdır. Prezidentlər həmçinin mədəniyyət, təhsil və elm sahələrində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər. Gürcüstanın təhsil naziri Türkmənistanın təhsil naziri ilə görüşüb. Tərəflər iki ölkə arasında təhsil, elm və gənclər sahələrində tərəfdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edib. Gələcək əməkdaşlığın prioritetləri barədə fikir mübadiləsi aparıblar. Söhbət islahatların əsas istiqamətləri və həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslərdən gedib. Ali təhsil müəssisələri və elmi tədqiqat institutları arasında tərəfdaşlığa xüsusi diqqət yetirilib. Tərəflər əməkdaşlığı fəal şəkildə davam etdirməyə və birgə təhsil layihələrinin həyata keçirilməsi dəstək verməyə hazır olduqlarını təsdiqləyiblər. Gürcüstanın Mədəniyyət naziri Tinatin Ruxadzə ilə Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Gürcüstan və Türkmənistan arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirməsi perspektivlərini müzakirə ediblər. İki ölkənin mədəniyyət qurumları arasında qarşılıqlı anlaşma memorandumlarının imzalanması məsələlərinə xüsusi diqqət yetirilib. Qeyd olunub ki, Türkmənistan nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində Türkmənistan mədəniyyət günləri keçiriləcək. Tegeta Motorsun regional hub'ı açılıb. Gömrük rəsmiləşdirilməsinin iqtisadi zonası filialı tam gücü ilə fəaliyyətini davam etdirir. Holdingin nümayəndələri filialın infrastrukturu və imkanlarını hökumət və biznes nümayəndələrinə təqdim ediblər. Tegeta Motorsun regional hub'sında baş nazir də iştirak edib. Gürcüstan Milli Bank istehlakçıları üçün yeni rəqəmsal platformanı istifadəyə verib. Yeni platforma ödəniş xidmətlərinin müqayisəsini daha sadə və sürətli edir. Əvvəllər müxalif banklarının tariflərini, depozit faizlərini, valyuta məzənnələrini və digər xidmətlərini müqayisə etmək üçün hər bir bankın internet sahəsində ayrıca məlumat axtarmaq lazım idisə, artıq bütün bu məlumatlar vahid platformada birləşdirilib. Platforma istifadəçilərə kommersiya banklarının və ödəniş xidməti provayderlərinin şərtlərini müqayisə etməyə, müxtəlif filtrlərdən istifadə etməyə, xidmətin tam dəyərini qiymətləndirməyə və xüsusi kalkulyatorlar vasitəsilə həm konkret əməliyyatın, həm də il ərzində bank xidmətlərindən istifadənin təxmini xərclərini əvvəlcədən hesablamağa imkan verir. Platformada həmçinin depozitlərin effektiv faiz dərəcələrinin, cari valyuta məzənnələrinin və bank kartı əməliyyatlarının müqayisəsi funksiyaları da mövcuddur. Cari ilin ilk 6 ayında Gürcüstan limanlarına qəbul edilən gəmilərin ümumi yükdaşıma qabiliyyəti ötən ilin eyni dövrü ilə müqayisədə 19% artaraq 10,7 milyona çatıb. Bu barədə Dəniz Agentliyi məlumat yayıb. Qurumun məlumatına görə limanlarda emal olunan yüklərin həcmi də artıb. Agentliyin qiymətləndirilməsinə əsasən limanların yükdaşıma qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına bir neçə amil səbəb olub. Belə ki, limanların buraxılış qabiliyyətinin artırılması məqsədi ilə dövlət və özəl sektor arasında əməkdaşlıq gücləndirilib. Eyni zamanda dip dərinləşdirmə işləri aparılır. Bundan başqa, bürokratik səbəblərdən gəmilərin gözləmə müddəti 24 saatdan 1 saata endirilib ki, bu da agentliyin qeyd etdiyi kimi regionun ən yaxşı göstəricilərindən biridir. Bugün Gürcüstan Biznes Asosiasiyasında üzv şirkətlər üçün məlumatlandırıcı görüş keçirilib. Görüşdə əmək miqrasiyası haqqında qanuna edilmiş dəyişikliklər və əmək fəaliyyəti qanununun verilməsi ilə bağlı yeni qaydalar müzakirə olunub. Bildirilib ki, dəyişikliklərin məqsədi əmək miqrasiyası ilə bağlı tənzimləmələrin təkmilləşdirilməsi və onların praktikada daha səmərəli tətbiqidir. Müzakirələr zamanı əcnəbi vətəndaşların işə qəbulu üçün yeni prosedurlar, qısa müddətli peşə fəaliyyətinin tənzimlənməsi, həmçinin əmək fəaliyyəti hüququnun alınması öhdəliyinin şamil edilməyəcəyi kateqoriyalar barədə məlumat verilib. İştirakçılara həmçinin il ərzində 5-dən çox xarici ölkə vətəndaşını işə götürməyə planlaşdıran işə götürənlərə şamil olunacaq yeni kvota mexanizmi təqdim edilib. Görüşdə qeyd olunub ki, bütün prosedurlar əmək miqrasiyasının elektron sistem vasitəsilə həyata keçiriləcək.
Zalenixija Bələdiyyəsinin Suquri kəndində yerləşən Xiləskarın doğumu kilsəsini parlamentin sədri və parlament çoxluğunun üzvləri ziyarət ediblər. Hakim partiyanın nümayəndələri 10-11-ci əsrlərə aid məbədlə tanış olublar. Kilsə Karti fondunun dəstəyi ilə bərpa olunub. Bərpa işləri 2025-ci ildə başa çatdırılıb. Gürcü arzusunun deputatları bələdiyyədə həyata keçirilməsi planlaşdırılan layihələr barədə də danışıblar. ABŞ prezidenti bəyan edib ki, İran Birləşmiş Ştatlara razılıq əldə etmək istəyir. Lakin onun sözlərinə görə Vaşinqton bu istiqamətdə addım atıb atmayacağını özü qərar verəcək. Donald Trump bildirib ki, İran ABŞ-ın hərəkətlərindən narazıdır və əlavə edib ki, Tehran özünü düzgün aparsa daha yaxşı olar. O qeyd edib ki, razılaşma əldə olunmasa Birləşmiş Ştatlar işi sona çatdıracaq. İran prezidenti Donald Trump'ın hədəfləri fonunda ölkə daxilində birliyin qorunmasına çağırış edib. Onun sözlərinə görə cəmiyyətdə parçalanmanı dərinləşdirəcək hər hansı bəyanat və ya addım İranı zəiflədəcək və ölkə üçün problemlər yaradacaq. Məlumata görə Donald Trump İran limanlarına qarşı dəniz blokadasını bərpa edib və danışıqlar yenilənməyəcəyi təqdirdə gələn həftə İranın elektrik stansiyalarına və körpülərinə zərbələr endiriləcəyini bəyan edib.